Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın Məhsəti qısa metrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub. Filmdə görkəmli şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilir. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev, keçmiş Mədəniyyət Naziri Əbülfəz Qarayevin qızı rejissor Suad Qarayevanın tamaşaçılara erotik obrazda təqdim etdiyi Məhsəti obrazı sıradan keçib gediləcək bir şey deyil. Bizim tarixi şəxsiyyəti, ədəbiyyatımızın ilk qadın şairəsi Məhsəti Gəncəvini içki düşkünü, maşında sekslə məşğul olan obrazda canlandırmaq tariximizə, keçmişimizə, mədəniyyətimizə xəyanətdir. Mən bu xəyanətdə təkcə rejissor Suad Qarayevada günah görmürəm. Rejissor Suad Qarayeva bilirsinizmi niyə Azərbaycan tarixinin ilk qadın şairəsi Məhsəti xanımı az qala kurtizanka, fahşə obrazında canlandırıb? Onun atasının mədəniyyətimizə rəhbərlik etdiyi dövrdə Kevenşiklərin Məşədi İbad filmi yadınızdadırmı? Orada Sərvər Aftoş obrazında, Mirzə Ələkbər Sabir Aftoş Yarbala obrazında, Məşədi İbad Naxçıvanlı biznesmen olaraq təqdim edilmişdi və hamımız ha edərək ləzzət almışdıq keçmişimizin təhrifindən. Tarixi Bir Qalanın Sirri filmi kimlərsə pul qazansın deyə yenə tariximizə qəhqəhə çəkmək məqsədi ilə kinoteatrlarda Bir Xalanın Sirri kimi təqdim olundu. Məhz Əbülfəz Qarayevin fəaliyyəti sayəsində Azərbaycan kino tarixinin əfsanəsi Həsən Məmmədovun yerini bugün fəlakət obrazlı aktyor alıb, Məlik Dadaşovun yerini Vilka Şirin doldurur, Rasim Balayevi Şəmi Şöşə əvəz edib. Suad Qarayevanın müasir mədəni irsimizdən görüb götürdüyü bunlar olub da. Bugünkü Azərbaycan gəncliyi Osmanlı tarixini Azərbaycan tarixindən yaxşı bilir. Bilirsinizmi niyə? Çünki ekran, televiziya ən böyük təbliğat vasitəsidir. Açırsan ki, Diriliş Ertuğrul gedir, Türk tarixini canlandırır. Kuruluş Osman gedir, Osmanlı tarixinin yaranmasını əks etdirir. Kuruluş Orxan gedir, Osmanlının fəth yürüşləri. Bizimkini açırsan, Bacanaqlar serialı, qohum qardaşa nifrət hissi. Ata ocağı, bir valideynin iki qəbillik edilməsi. Barama serialı, iki ailənin qan davası. Bir Xoca filmi çəkdilər, Azərbaycan əhalisini qorxaq təqdim etdilər, o zamanki rəhbərliyi aşağıladılar. Ona görə də belə mövcud durumda mədəniyyətimizin bugünkü bərbad vəziyyətində keyfiyyətli, tarixi, maarifləndirici kino gözləmək yersizdir. Qısacası, Məhsətinin əxlaqsız, kurtizanka kimi təqdimatında təkcə rejissor deyil, başda mədəniyyət baş bilənləri olmaqla hamımızın günahımız var. Çünki bizlərin tamaşaçı zehniyyəti artıq o mırıxdış uşağın dediyi kimi lokkolaşıb.